Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti video icmalımız, tıraş icmalımız. Və bugünkü tıraş icmalının səbəbkarları olacaqlar. Belə bir donuz fırça, donuz qılından olan fırça, DS Cosmetic müəssisədən, Çin müəssisəsidir. Budur yoldaşlar. Yazılar var amma görsənmir heç də. Denəyək. Qalsın biraz da suda yumuşalsın. Sonra növbəti iştirakçımız olacaq belə bir sabun. Artıq bu müəssisənin sabunları təqdim olunmuşdur, sabunu belə deyək daha doğrusu. Və həmin bu sabuna aid olan deməli ABŞ müəssisəsidir. Keçmiş belə deyək veteranlardır, yəni ki qazilər tərəfindən yaradılan bir müəssisə. Və sabun və belə deyək, üz qırxmaq üçün bir sözlə o aftershave filandır, sabunlardır, bu kimi gigiyena vasitələri istehsal edirlər. Sabunun qoxusu spesifik bir qoxuya malikdir, kifayət qədər yumuşaqdır. Burada tərkibi çox maraqlıdır. Və triple butter shave soap, yəni 3 növ deməli yağdan ibarət olan bir sabunumuzdur və valla bunun bu qoxusu da spesifikdir. Sanki bu dəri falan, belə tabak, belə bir növ hansısa bir ofis otağın qoxusu. Yəni tez bir zamanda mən qaşıqla biraz sabun götürüm bunun içindən. Ki sabun diye çok çıktı. Evet, bu kadar yoldaşlar. Bunu da yapıştırır bizim kabımız var. Yaydimen. Dur. Bence bir neçə tıraşa kifayət edən qədər oldu sabunumuz. Yani bircə bugünə yox, bir neçə günə. Budur, yapıştırdım. İndi bunu biraz üstüne su alın ki yumuşalsın sabun. Yaxşı qalsın, yumuşalsın. Keçirik növbəti səbəbkara. Növbəti səbəbkar deməli həmin deməli Sable Art Soap Co qoyan kompani. Belə gördüyünüz kimi saytları da elədir. Burada o biri üzü kimə maraqlıdır. Baxar. Aha, mən bu deməli çox güman ki videonu montaj etməli oldum, baxarıq elə. İstəyirdim montaj etmədən çəkim, amma neyniyə alınmır. Nəysə, və əsas səbəbkar üz qırxanımız, hansı ki mənim xoşuma gəlmir, amma belə deyək, bir növ məcburiyyət qarşısında istəyirəm ki, axır ki bununla üzümü normal olaraq qırxaq. Fatip slangdır. Ceyhun abiyə qaytarmadım. Hələ də məndədir. Ceyhun abiyə buradan ateşli salamlar və təşəkkürlər ki, bu vaxta kimi yəni geriyə istəməyib bu üz qırxanı. İndi bilmirəm geriyə istəməyib. Niyə? Çünki onun da xoşuna gəlir. Zarafat edirəm. Hə. Belə bir Çin istehsalı olan belə bir tiyələr. Yəni Platinum Blade. Pis deyil, xoşuma gəlmişdilər, yəni performanslar pis deyil. Bu günləri ikinci istifadə olacaq bu tiyələrin, qoyuruq bunları qırağa. Bunu da qırağa qoyduq, sabunumuzun da qapağını bağlayaq və başlayaq əməliyyatımıza. Suyu aldıq üstünə, deməli bu sabunu. Atmırıq, qalır burada. Burada sıxdıq biz bizim bu fırçamızı, üzürlü sayın. Biraz kameranı əvvəllər əgər güzgüdən çəkirdimsə, indi artıq yəni birbaşa özümü çəkirəm, ona görə bu qıraqda düşdü bu fon. Görək nələr gəlir. Kameraya nəzarət həm telefondan edirəm. Üstə gəl HD format etmişəm ki, belə deyək, rahat çəkiliş edə bilim, yəni kamera qızmasın. Full HD və 50 dəfə belə deyək, bunun şəkil çəkməyi bir sözü saniyədə.
həmin formatda qızır. 4K-da da qızır, 4K-da lap tez qızır. 4K-da heç 29 dəqiqə çəkdi. Birinci videonu məhz 4K-da çəkmişdim. Və məcbur oldum, qayıdım HD formata. HD formatı sonra güzgüdən çəkirdim. Güzgüdən çəkəndə elə bil ki, belə deyək, bir çox belə alətləri filanı belə sizə görsədəndə 2 ədəd kimi görsəndi, bir növ onun kölgəsi kimi belə bir effekt alınırdı. İndi isə davam edirik eksperimentlərimizi və bu dəfə də belə çəkirəm, yəni birbaşa özümü görək necə alınacaq. Əsas problem odur ki, mən montaj etməli oluram. Videoların keyfiyyəti o zaman bir növ belə deyə azalır. Üstə gəldə ki, mən bunları montaj etdim, YouTube-a yerləşdirəndə də YouTube sıxır, sıxmır, mən onu da suzdurmaq istəyirəm. Deməli, montaj etməyin səbəbi də məhz odur ki, o güzgü effekti düzəldim də, yəni ki, bu yazılar falan təqdim edəndə düzəlsin. Və musiqi olmayacaq, misal üçün o belə deyək, background musiqi olur. Sonra yazılar çıxır, onlar olmayacaq. İndi baxaram mən, indi bəlkə də etdim montaj burada, nə var ki belə, baxarıq bir sözlə. Budur, köpüyümüzü üzə çəkək, artıq mənə elə gəlir ki, hazırdır. Biraz da qarışdırın, biraz da köpüklər, bubble'lar biraz iridir. Biraz da bunu, mən necə edim ki, kadra normal düşün, bir qırağa düşürəm. Nəysə, məncə bəsdir. Budur, bizim köpüyümüz, çəkirik yüzümüzə. Köpük gördüyünüz kimi bir növ belə yatıb yoldaşlar və üstə yatıb və üstə gəl nə deyim sizə, yəni o bubble məsələsi mənim xoşuma gələn kimi alınmadı yenə də. İndi baxaq, növbəti dəfələrdə nə edəcəyəm, bu sabunu artıq qabdan götürməli olacağım. İndi o da bir növ problemdir, belə deyək. Qabdan götürəndə artıq digər bir kimsəyə verə bilməyəcəyəm. Gigiyena məsələlərdən görə və davam edirik yoldaşlar. Böyümə istiqamətdə, deməli 4 günlük saqqal və tiyələr ikinci dəfə istifadədə Fatip Islam. Görək nə alınır yoldaşlar. Deməli, bu Fatipin bir özəlliyi var. Yəni ki, qırxdığı bir şey olmur. Adam da əsəbləşir ona görə. Qırxdığı bir şey olmur. Üstə gəldi ki, üz qırxma da belə deyək, bir çox çapıqlarla filanla belə defekt kimi bir şey alınır, amma çapıqların sayı həddindən artıq çox olur.
Köpüğün bu slickness effekti pis deyil, yəni sürüşkənliyi pis deyil, xoşuma gəlir. Dediği gibi olmuşlar. Deməli, sabunun spesifik qoxusu var. Hələ ki tutuzdura bilməmişəm bu qoxu nə deməkdir. Görək. Növbəti hansı bir qısa zamanda bəlkə nəysə anladım. Amma hələ ki biz davam edirik. Tez bir zamanda köpüğü biraz mən canlandırım. Və davam edelim. Bilmədim bu köpük belə nöş apardı özünü. Yəni performansı heç xoşuma gəlmədi. Demək olar ki, bütövlüklə burada qabda da bir şey qalmayıb. Yəni hamısını köpükləndirmişəm. Çox tez bir zamanda yatır. Bilmirəm nə məsələdir. Fırçadandır ya nədəndir. Fırça birinci dəfə istifadə olunur bildiyim qədər. Bizdə fırçanın performansı da yaxşıdır. Yəni gördüyünüz kimi kifayət qədər belə üzdə açılır. Yox, köpüğü tuzdura bilmədim köpüğü. Neyse devam edək. Bu arada yoldaşlar, xəstələnmişdim. Demək olar ki, videoları çəkənmədim, halım çox pis idi. Demək olar ki, 3 həftə davam etdi. Öskürək, boğaz, asqırmaq falan. Maraqlısı nədir? Hərarət yox idi. Çox xırda bir çapıqlar əmələ gəlir, amma vay burada çok oldu.
Məncə bacardığı budur, yəni ki, qırdığı bir şey olmur, amma çapıqların sayı həddindən artıq çox olur bu Fatih Slant 140-da alətdə və mən tez bir zamanda bu sərin su ilə üzümü yaxalayıb qayıdıram yanınıza yoldaşlar, mikrofonu çıxardıram, yaxın zamanda qayıdıram. Və budur yoldaşlar, aftershave istifadə edəcəyik. Maraqlıdır, sabunun qoxusunu tutuzdura bilmədim, anlamadım nə qoxudur. Bir növ anlamadım bir sözlə. Belə ağac, dəri, nə bilim nə, belə çox maraqlı bir qoxudur. Üstəgəl incə bir qoxudur, yəni ki, belə də gözə çarpan. Görək aftershave nə göstərir, bunun tərkibində alkoqol var deyəsən. Hə, var, dental alkoqoldur. Bunu qarışdıra bilməm mənası var ya yox. Budur. Nə qədərsə burada. Dozatoru var. Yəni dozatorun olmağı əslində yaxşıdır. Məncə kifayətdir. Və görək. Biraz yağlı hiss olunur aftershave-də. Çox qəşəng. Belə bilsiz necə, çox belə əcaib bir qoxu var. İndi anladım mən sabunun qoxusu. Çox qəşəng qoxu var. Deməli, yanmış ağac, dəri, yoldaşlar. Belə çox qəşəng. Aftershave özü də çox gözəldir. Biraz yağlı kimidir. Hiss olunur biraz belə deyək, qıcıqlamalar, amma çox cüzi belə, çox üzü. Yəni alkoqol yandıran o effekti yoxdur. Çox yağlıdır, xoşuma gəldi aftershave. Çox xoşuma gəldi. Çox qəşəng tıraş alındı yoldaşlar, by the way. Çox qəşəng, çox xoşuma gəldi. İndi bəzi fikirlər var artıq. Tez bir zamanda onları sizə deyim. Bizim bu eynəklər həmişə kimi batıblar sabuna. Tez bir zamanda biraz abırlı bir də salaq. Və başlayaq nədən? Sabundan və fırçadan. Fırçanın performansı yaxşı idi, pis deyildi. Yoldaşlar, növbəti dəfələr üçün nə edəcəyəm? Mən birbaşa sabun qabından çalışaram götürüm, əgər imkan olsa. Ya da mən düşünürəm, bəlkə suyu çox olub, mən birinci fırçanı yükləyə bilməmişəm. Ya da fırça ümumiyyətlə birinci dəfə də istifadə olunur, ona görədir. Görək, imkan olsa növbəti dəfələrdə sintetik fırçadan istifadə edək. Amma ümumilikdə fırçanın performansı elə də pis deyildi. Misal üçün, əgər biz bunu müqayisə etsək, bu DS Cosmetics Simug fırçaya, yəni ki, çox-çox uzaqdır performansına görə, yəni ki, heç bunları bir-biri ilə uyğunlaşdırmaq belə düzgün deyil. Yəni performansına görə deyirəm. Simug daha, belə deyək, yumşaqdır. Budur Simugumuz. Düzdür, biraz burada bu qatdalanıb, düzələcək yəqin ki. Budur bizim fırçamız. Tez bir zamanda mən bunu yaxalayayım. Görəsiniz, nə şəkildədir bu? Bir sekund. Budur. Sağ əlimdə DS Cosmetic'dan olan bugün istifadə etdiyimiz fırça və Simug. Təxminən eyni, belə deyək, boyuna, boxumuna malikdirlər. Azca sanki DS Cosmetic'in ucları uzundur. Amma yoldaşlar, burada kimyəvi, belə deyək, hansısa bir maddələrə məruz qalıb, daha yumşaqdır bir sözlə bu Simug'un fırçası. Yəni ki, onu dəqiq bilirəm. Çünki istifadə etmişəm. Bu bir söz sonra baxaram mən buraya. Və nisbətən, yəni Simug'dan zəif. Amma eyni zaman misal üçün o Prarasa'nın fırçası Omega tərəfindən istehsal olunan,
O ilə müqayisədə yəni demək olar ki, eyni səviyyədə olan fırçalardır. Çox xoşuma gəldi performansı, qiymətinə görə, yəni ki, hələ də pis deyil. Çalışaram ayarlar bölməsində, əgər qalıbsa satışda GX Kosmetikdə, AliExpressdə almışam, qalıbsa ora keçid sizin üçün saxlayın. Sonra digər iştirakçımız sabun. Sabunun köpüyü gördüyünüz kimi hal-hazırda da bubble'lar yəni ki, xırda deyirlər. Yəni bilmirəm, nə məsələdirsə alım tutuzdura bilmədim, o smetank şəklinə gətirə bilmədim. Nə qədər qatışdırdım falan, sanki elə bil ki gəlib, amma sonda təzədən yəni dağılır sanki belə sabun. Budur, növbəti dəfə mən artıq çox güman ki, ya qabdan istifadə edəcəm, ya digər hansısa bir sintetik fırçaya əl atacağım, görək orada performansı necə görsədir. Amma ümumilikdə slickness-dir, filandır, bu sürüşkənlikdir, üzə qarşı qulluq falan bunlar var idi. Sonra bu o sabunlarda o ki bu yatır bu sabun və bir növ belə deyək də əgər aqressiv hansısa üz qırxansa ona qarşı hansısa bir növ bir baryer yaradır və sürüşkənlik yaradır belə deyək və minimum zədə alırsınız. Burada sabunun köpüyü yatdığına görə yəni ki özünüz gördünüz, yəni yatmışdı, nə olar ki, rəngsiz idi. Həmin o qorumaq söhbəti yox idi. Bizi deməli, belə deyək, bu çapıqlardan, dizasterdan saxlayan nə oldu? Fatipin yumuşaq olmağı, nə qədər də belə mənə çətin olsa demək, amma elədi. Nəticə olaraq da gələk bizim bu aftershave-ə sonra danışaram. Aftershave yoldaşlar çox gözəldir. Artıq aftershave-i istifadə edəndə mən sabunun qoxusunu anladım və çox gözəl bir qoxu var. Belə deyək yoldaşlar, hansısa parfümeriya deyil, parfüm falan deyil. Yəni sanki təbii belə ağac, dəri, belə yanmış ağac. Çox belə nə bilim olma, heç sözlə deyələsi deyil. Qəşəng qoxuda xoşuma gəldi aftershave-də. Aftershave-in performansı sanki balzam istifadə etmişəm üzümdə. Sanki heç üzümü qırxmadım. Yəni ki, belə bir effekt verdi. Nə bir diskomfort, nə bir şey. Çox gözəl, çox xoşuma gəldi. Sabun və aftershave haqda danışdıq. Bizim əsas səbəbkarlar yoldaşları, deməli bu Max tiyələrin düz yerinə düşdü. Keçən dəfə biz istifadə etdik hansı tiyələrdən? Feather tiyələrdən. Həmin bu bizim Fatipdə, Fatip slantda və bizim tıraşımız hələ də yaxşı alınmamışdı. Üstə gəl, nəzərə alsaq ki, mənim bu Fatipə qarşı olan allergiyanı və heç də xoşa gələn bir tıraş alınmamışdı. Amma bu illəri tıraş elə də pis alınmayıb. Nəticə olaraq o keçən dəfəki tıraşdan daha qəşəng alınıb, daha yaxın tıraş alınıb. Düzdür, ideal bir BBS deyil. Amma həm də belə deyək, DFS də deyil, DFS-dən biraz yuxarı. Bir sözlə normal bir tıraş alındı. Minimum zədələrdir, çox xırda belə mikro çapıqlara əmələ gəldi. Biraz sanki qan axma kimi nəyisə oldu. Amma indi gördüyünüz kimi heç bir nə nöqtə var üzündə, nə bir şey. Çox gözəl bir tıraş alındı yoldaşlar. Fatip alətlə. Axır ki, mən bu Fatipi ran edə bildim. Nəyin hesabına? Bu Çin istehsalı olan Max tiyələrin hesabına və onu da qeyd edim ki, Max tiyələrin ikinci deməli istifadəsi idi və təbii ki, o da öz növbədə öz rol oynayıb. Ola bilsin ki, birinci istifadədə olsaydı, nəticə bəlkə də biraz qanlı olardı. Slantdır yoldaşlar, deməli bir çox internet platformalarda satışda var bu Fatip 140-lar, slantlar. İndi tapsam Amazonda falan da, yəni ki bu deməli videonun altında olan ayarlar bölməsində mütləq və mütləq sizlə bölüşəcəyəm. Yəni ki keçidi atacağam bu 140 üçün. Sabunların belə deyək saytlarını da çalışaram həmin o ayarlar bölməsində sizin üçün saxlayayım. Budur məncə bu qədər. Əgər videodan xoşunuz gəlibsə, yəni like qoya bilərsiniz, kimlənsə bölüşə bilərsiniz, düşünsəz ki, nəyisə soruşmaq, nəyisə demək, nəyisə əlavə etmək, buyurun, yəni komment bölməsində
kifayət qədər belə, hətta şəxslər var ki, mənə üz qırpmağı öyrədirlər, yəni düzgün tutmursan bıçağı falan. Buyurun, yəni ki, yenə də xoşdur, öyrədin, görək nə gəlir başımıza. Sonra nə deyim sizə? Komment və çox şad olardıq əgər siz bizim kanala abunə olsanız. Bundan sonra da bir çox videolarımız olacaq, bir çox təqdimatlar olacaq, belə deyək, çalışarıq olsun. Və düşünürəm ki, bu klassik islah tıraşı sevənlər üçün kifayət qədər maraqlı videolar olacaq. Bu məqamda mən sizinlə sağollaşıram. Bayramlarda mən işdə oldum. Bayramları demək olar ki, işdə keçirtdim. Və nə bir video çəkiliş edə bildim, nə bir şey. Ona görə yoldaşlar, bu Ramazan bayramıdır, Novruz bayramlarımızdır. Bizim bu həm yerlərimizi, kimlər ki qeyd edir, onları təbrik edirəm. Və belə sağ olun, gələn görüşlərinə dək, sağ olun.